Vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Ləhəş bağlarındayıq, dənizə yaxın bir ərazidə. Belə deyək də, dənizlə evin arasında hardasa olar biz bağların içindən o vaxtı köhnə bağların içərisindən gedərdi. Elə yollar qalıb, hardasa bir 5-10 dəqiqəlik məsafədə 14 sot torpaq sahəsinin üzərində, bax belə bir 5 otaq, bir mətbəxli bağ evimiz çıxıb çatışır. Evin torpağın çıxarışı var, paket qupçadır. Kimsə ipoteka ilə də ala bilər, kimsə nağdı ala bilər. Qiymət 150 min manatdır. İnşallah reallıq olarsa indirim olunacaq. İnşallah giriş hissəsini, həyət hissəsini sizlərə təqdim edək və sonra keçir evin içərisinin təqdimatına. Giriş hissəsini təqdim edin, zəhmət olmasa. Həyətdə sanuzelləri var, əlavə kladovkaları var və arxada qaraj hissəsi var. Bax, belə bir üzüm talları var. Üzümlər də ki, Allah hər kəsin malına bilirsin. Bu, belə deyək, o vaxtın köhnə bisetkalarındandır. Düzəldibləri qalıb və buradan həyətdə təqdim edək. Evin ön hissəsində sizlərə təqdim edək. Və onu da nəzərinizə çatdıraq ki, kanallar var və əlavə həyətdə su quyusuna qədər var. Əl quyusuna qədər var. Gəlin zəhmət olmasa həyətdə təqdim edək. Meyvə ağacları da var. Qeyd etdiyimiz kimi 14 su torpaq sahəsinin üzərində inşa edilir. Bax, bu da su quyusudur. Buradan zəhmət olmasa evin ön hissəsini verək. Evin ön hissəsini sizlərə təqdim edək. Bax, bu su quyusudur, əl quyusudur. Bu da geniş bir bağdır. 14 sot torpaq sahəsinin üzərində inşa edilir. Və keçid edir evin içərisində inşallah təqdimatına. Yəni gələcəkdə kim istəsə evi qaldıra da bilər, o da mümkündür. Yəni sonra divarlar da hardasa 60'lıq divarlardır. Bura bax, mətbəx üçün nəzərdə tutulub. Əşyalar da demək olar ki, elə qalacaq. Kim nə istəsə saxlamaq olar, mümkündür. Buranı təqdim edək sizlərə. Stili kombidir. Stili kombidir. Divarlara fikir verin. İkinci otağı təqdim edək. Bunun aboyu yoxdur, kimsəsi aboyu vura bilər. Bax, burada da bir dənə böyük zal var. Yəni bu da aboysuz, kimsəsə zövqünə də aboyu vura bilər. Burada da bir otağımız var. İkinci yataq otağını təqdim edək. Və sanuzel mətbəx hissəsini təqdim etmiş, bir də təqdim edək, sanuzel hissəsini təqdim edək, zəhmət olmasa. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Ləhəş bağlarındadır, dənizə yaxın bir ərazidədir. 14 sot torpaq sahəsinin üzərində inşa edilib, 5 otaq bir mətbəxdən ibarətdir. Əlavə kanalları var, su quyuları var, evin torpağın çıxarışı var, paket qupçadır. Kimsəsə qeydiyyat yoluna düşə bilər, kimsəsə ipoteka yolu ilə götürə bilər. İlkin olaraq qiymət 150 min manatdır. Reallıq olarsa ev sahibi tərəfindən indirim olunacaq və səhifəmizi izləyəcək. Məşləğə əmlak əməmişik əməkdaşları rəhbərliyinə sizlərdən təşəkkürümüzü bildiririk.